Süni intellektlə hazırlanan videolar. Şübhəsiz ki, bu hərbi texnologiyadır və o bu gün mülki istifadəyə buraxılıbsa, deməli 20-30 il qabaq da o artıq mövcud idi. Bunun bir sübutu da 11 sentyabrda təyyarələrin əkiz qüllələrə çırpılmasıdır. Əslində isə orada təyyarələr falan olmayıb. Qüllələr planlı şəkildə partladılıb. Amma bu tamam başqa mövzudur. Mən sadəcə bu texnologiyanın mülkidə istifadəsinin bir neçə önəmli mənfilərini deyəcəm. Əgər müsbətləri də varsa, onu da şərh bölməsində siz yazın. Birinci önəmli mənfilərindən biri də odur ki, hər hansı bir vəziyyətdə siz günahsız olduğunuzu sübut etmək üçün artıq videolardan istifadə edə bilməyəcəksiniz. Çünki artıq istənilən videonu yüksək keyfiyyətdə hazırlamaq artıq uşaq oyuncağına çevriləcək. Və bu da videoların sübut kimi istifadə olunmasını mümkünsüz hala salacaq. İkinci mənfisi odur ki, süni intellektlə hazırlanan video sizin üçün sadəcə bir əyləncədir. Lakin siz heç dərk etmirsiniz ki, bu pis insanların əlində güclü bir alətdir. Məsələn, sizin etmədiyiniz bir şeyi etmiş kimi, olmadığınız bir yerdə olmuş kimi, söyləmədiyiniz bir sözü söyləmiş kimi və kiminsə bacısının qızının da videosunu yad kişilərlə hazırlamaq çətin olmayacaq. Üçüncü mənfisi də mənim fikrimcə, durmadan bu cür qarışıq videolar görmək insanların psixologiyasını pozacaq. Müəyyən vaxtdan sonra insan nəyin həqiqət, nəyin yalan olduğunu aid edə bilməyəcək. Panik atak kimi gic-gic xəstəliklər çoxalacaq. Bu mənim şəxsi fikrim idi. İnşallah ki, yanılıram. Müsbətlərini də şərh bölməsində siz yazın.